sanki bir Sizif kimi Ronaldo'nun böyüklüyü daşı zirvəyə çatdırmasını deyil, hər dəfə aşağı yuvarlansa da onu yenidən qaldırmaq cəsarətində idi. Cristiano düz 20 il, 6 mundial həmin daşı futbolun ən uca dağına daşıdı. Ancaq Dünya Kuboku onun əllərinə qismət olmadı ki, olmadı. Turnalarla sana geldim. Yusuf'tum kör kuyularda, bir yudumda nil içtim. Leyla'nın çölünden geçtim. Neredesin diğer yere. Futbolun özünə çevrilmiş bir epoxada dünya çempionluğu onun bioqrafiyasında çatışmayan bir sətr olacaq. Amma tarixin ən yaxşılarından biri cümləsindən bir hərf belə silə bilməyəcək. Təşəkkürlər, nəhəng Cristiano.